Salam kanalımın değerli izleyicileri, her vaxtınız xeyir olsun. Xoş gördüm hər birinizi yeni videomda. Bugün mən sizlərlə çox dadlı, ləzzətli, pambıq kimi ballı tort hazırlayacağım. Adı ballı olacaq, içərisini mürəbbə suyu ilə hazırlayacağım. Gəlin başlayaq. Bunun üçün mən bir qab götürürəm, içərisinə 3 ədəd yumurta əlavə edirəm, 1 stəkan yarım şəkər tozu əlavə edirəm. Qarışdırıram, çox qarışdırmağa ehtiyac yoxdur. Üzərindən 2 paket vanilin əlavə edirəm. Yarım stəkan vişnə mürəbbəsinin suyunu əlavə etdim. Siz digər mürəbbələrin suyundan da istifadə edə bilərsiniz. 100 qram qatıq əlavə edirəm. 100 qram yağ əlavə edirəm və qarışdırıram. Qeyd edim ki, qatığın əvəzinə smetan və yaxud da qaymaqdan da istifadə edə bilərsiniz. Öncədən qaynatdığım suyun üzərinə qoyuram. Qeyd edim ki, mütləq qabın altı qaynayan suya dəyməməlidir. Yaxşıca qarışdırıram. Yağ əriyənə kimi, şəkər tozu əriyənə kimi qarışdırıram. Artıq qarışım isinir. Bu zaman içərisinə sodan əlavə edirəm. 1 çay qaşığı yarım soda əlavə edirəm, qarışdırıram və götürüb kənara qoyuram. Qarışımın soyumağını gözləyirəm. Soyuduqdan sonra 2 stəkan un əlavə edirəm. İlkin olaraq qarışdırıram. Ümumilikdə bu qarışımın içərisinə 6 stəkan un gedir. Yenidən 2 stəkan un əlavə edirəm, onu da qarışdırıram. 4 stəkan un əlavə etdikdən sonra 5-ci stəkan unu da əlavə edirəm, qarışdırıram. 6-cı stəkan ununu əlavə edirəm. Spatula vasitəsilə qarışdırıram. Gördüyünüz kimi xəmiri yoğurmuram. İstəyə görə əlinizlə də yoğura bilərsiniz. Ancaq bu yapışqan xəmir olduğundan məsləhət bilirəm ki, spatula vasitəsilə qarışdırın. Belə gördüyünüz formada xəmir alınır. Çox bərk xəmir etməyin. 6 stəkan unla bu xəmiri yoğurun, qoyun soyuducuya. Saat yarım 2 saat soyuducuda saxlayın və çıxarın, kündələrə ayırın. Çıxardım, 10 kündəyə ayırdım. Desəz ki, xəmirin rəngi niyə belədir? Xanımlar, mürəbbənin suyuna görə belədir. Əgər sizin mürəbbə suyunuz fərqlidirsə və yaxud da balla hazırlayacaqsınızsa, sizdə açıq rəngdə alınacaq. Bu formada kündələrə ayırıram, yığıram. Taxtanın üzərinə streç çəkirəm. İlk kündələdiyim kündədən başlayıram yaymağa. Xəmiri dəzgahın üzərinə yayıram. Daha sonra gördüyünüz forma qabının üzərinə əlavə edirəm. Yəni alt hissəsinə əlavə edirəm. Orada da biraz yayıram. İstəsəniz yağlı kağızdan istifadə edə bilərsiniz. Ancaq bu xəmir üçün heç istifadə etməsəniz də olar. Köhnə bir qapaq var idi. Tavamın qapağı. Tavam artıq atmışam. Qapağını ancaq bu tortu bişirmək üçün istifadə edirəm hər dəfə o qapaqdan. Qapaq vasitəsilə kəsirəm. Siz hər hansı bir qazan qapağı vasitəsilə kəsə bilərsiniz daha rahat kəsmək üçün. Və 180 dərəcədə 5-7 dəqiqə arası bişirirəm. Gördüyünüz kimi möhtəşəm, yumuşaq bir korj alınır. Rahatlıqla çıxardıram. Mütləq əgər siz soba listinin alt hissəsinə əlavə edəcəksinizsə, öncədən azacıq un səpin, daha sonra xəmiri üzərinə əlavə edin ki, rahatlıqla sobanın listindən ayıra biləsiniz. Korjları bişirdim, yığdım kənarda istiliyi çıxsın. İndi isə içərisi üçün krem hazırlayıram. Mən bişmə kremindən istifadə edəcəm. Bunun üçün qazanın içərisinə 1 stəkan şəkər tozu əlavə edirəm, 1 yumurta əlavə edirəm, 2 xörək qaşığı nişasta əlavə edirəm, 2 xörək qaşığı un əlavə edirəm və 3 stəkan süd istifadə edəcəm. Üzərinə 3 stəkan südü əlavə edirəm, yaxşıca qarışdırıram. Mütləq yaxşıca qarışdırın ki, topaq qalmasın. Topaq qaldığı zaman kreminiz gözəl alınmayacaq. Yaxşıca qarışdırıb orta xodda qazın üzərinə qoyuram və qarışdıraraq bişirirəm. Mütləq qarışdıraraq bişirin ki, dibi yapışmasın. Artıq qarışım qaynayır. 3-4 dəqiqə qaynadırıq. İçərisinə 1 paket vanilini əlavə edib qazın altını bağlayırıq və başqa bir qaba əlavə edirik. Qoyuruq kənarda soyunmağa. Əgər kənarda soyudacaqsınızsa qarışdıraraq soyudun. Yox, soyuducuya qoyub soyudacaqsınızsa üzərinə mütləq streç çəkin, daha sonra qoyun. Burada 300 qram yağ götürmüşəm. Otaq temperaturunda yağdır. Mütləq
bişirdiyimiz krem də yağ da eyni temperaturda olmalıdır. İlk öncə 300 qram yağı yaxşıca çalıram, açıram. Üzərinə 2-3 xörək qaşığı moloko əlavə edirəm. Biraz çox da əlavə edə bilərsiniz. Şirinliyin sizin zövqünüzə bağlıdır. Üzərinə qaşıq-qaşıq bişirdiyim qarışımdan əlavə edirəm və belə mükəmməl bir tort kremi hazırlayıram. Bu zavodnoy kremdir. Bu formada çox yaxşı, çox dadlı alınır. Mütləq yenə qeyd edirəm ki, bişirdiyimiz krem və yağ otaq temperaturunda olmalıdır. İndi keçirəm tortu yığmağa. İlk öncə tort yığacağımız qabın altına azacıq kremdən əlavə edirəm. Daha sonra kojları belə gördüyünüz kimi kremləyib üst-üstə yığıram. Kojları qat-qat kremlədim, üst-üstə yığdım. Qalan kremdə üzəri və kənarları üçün istifadə etdim. İndi isə kojun kənarından qalanları üzəri üçün istifadə edəcəm. Blenderin içərisinə əlavə edirəm, blenderdən keçirirəm, xırdalayıram və üzərinə kənarlarına əlavə edirəm. Tortumuz hazır olur. Üzərinə arı pətəyi, bəzəyi vururam. İstəsəniz vura bilərsiniz, istəməsəniz vurmayın. Qalan qırıntılardan belə toplar düzəldirəm. Qalan azacıq krem qalmışdı. Qırıntı ilə kremi qarışdırıram, toplar düzəldirəm və kakaosa bulayıb üzərinə əlavə edirəm. Bu da özünə məxsus görüntü verir. Çox dadlı, həqiqətən möhtəşəm bir tort alındı. 3-4 saat saxlayaraq daha sonra servis edə bilərsiniz. Möhtəşəm tort alınır. Həm bu ərzaqla böyük tort alınır, həm də çox dadlı, yumuşaq, pambıq kimi tort alınır. Mütləq siz də bu resepti sınayın. Əminəm ki, mənə təşəkkür edəcəksiniz. Hələlik deyirəm, inşallah gələn videolarda, gələn vloglarda görüşərik. Mütləq əgər bəyəndinizsə, hazırladınızsa like atmağı və abunə olmağı unutmayın. İndidən sizə təşəkkürümü bildirirəm.